Salam değerli izleyiciler, Galatasaray Beşiktaş maçlarının 5-sində bir aradayıq. Bugün 1 iyun 2025-ci ildə 707 stadionundayıq. Hal-hazırda Turan toplaydı, qapıda Rəşiddir. Heyətlərə nəzər salaq istəyirəm. Burada müdafiə Pünhan hücum edir. Seyid topladı. Mehdi top aldı. Galatasaray heyəti qapıda sakit, müdafiədə Beşiktaşlı İlyas, Hüseyin, Mehdi, Amid və Faiq var. Beşiktaşda Ruslan, Seyid, Pünhan, Emin, Rəşid və Turan var. Burada üçün zərbəsini Amid yerinə yetirir. Faiqin kəlləsi yaxşı oturmadı başına top. Seyid Fərəcov 10 nömrəli Abbaqar forması ilə mübarizə aparacaq bugün. Özü gedir hələ ki. Seyid qarşı alınmazdı. Sağda ötürdü Ruslana. Ruslan, Hüseyin topu saxladı. İlyasdan Faiqə biraz bərk oldu mu? Rəşid topladı. Rəşid, Ruslan. Turan topu itirdi. Faiq top aldı ama Ruslan topda birinciliği. İndi Seyid ve Amid karşı-karşıyadır. Seyid bıraktı Rəşidə. Rəşiddən Eminə. Emin karşısında Mehdi var idi. Bıraktı. Turan Mehdi'dən bir çiyin. Qayda pozunusu iddiaları var idi. Top Rəşiddədir. Qapıdan zərbə olacaq. Bıraktı Ruslana. Faiq var orada. Seyid uzun baxdı, pasını ötürdü, top sakitə qədər gəldi. Qapıcının gəlməməsindən dolayısıyla qapıya sakit keçmişdi bugün. Bir nəfər azlıqda olduqları üçün də Beşiktaşlılardan İlyası rənglərinə bağlamışlar. Burada Mehdi qəşəng keçdi rəqibini, ortaya ilərlədi, İlyasa verdi. İlyas çox yavaş zərbə oldu. Emin mərkəzdən irəliləyir. 3 nəfər Galatasaraylı var. Solda Turan'ı gördü. Turan'ın zərbəsi uzaq küncü düşünəcək deyə düşünmüşdü sakit. Amma yaxın küncə zərbə indirdi Turan və Beşiktaş hesabda önə keçirir. Maçın 3-cü dəqiqəsində Turan. Yenidən başlayır Galatasaraylılar. Hüseyin, Mehdi, İlyas keçdi rəqibini, rahat qəşəng keçdi. Sağda Amid var. Arxasında Hüseyin var. Amid topla biraz çox rəftar etdi. Turan top aldı ondan. İlyasdan sağ cınağa Hüseyin. Qəşəng bir pas idi. Amid kəlləyə çıxdı. Rəşid top aldı. Dərhal hücuma doğru oynadı. Kameraman inşallah çevirsə sakitə qədər gəlir top. Solda İlyas out Galatasaray. Mehdi out yerinə tezək. Mehdi. İlyas. Amid. Sakit. Top sakitdədir. Pasını ötürdü. Faiqə qədər gəlir top. Qəşəng pas oldu. Faiq bıraktı sağda İlyasa. İlyas Səyidə qarşı mübarizə aparır. Topu ötürülə bildi Mehdiyə. Xeyr. Turan araya girir. Topu alır. Turan sol cınaqda Emin. Emin'dən Səyidə. Seyid asıldı. Vurdu. Qapıdan azlar alı keçdi top. Sakit Hüseyinlə oynadı. Qarşısında Pünhan var idi. Yenidən sakit. Topu saxladı, rahatladı. Sağda 2 nəfər var. Hüseyinin asıldığını gördü. Onu ötürmək istədi Pünhan. Qarşısını kəsdi topun. İlyas. Faiq ilə oynadı. Faiq evinə bir vücud çalımı keçməyə çalışdı. Out Galatasarayın. Amid. Bası sağda Mehdi'ni görmüştü. Karşısını kəsdilər. Out Galatasarayın. Mehdi
Geridə İlyas Sakitə buraxdı. Sakit Mehdi ilə oynadı. İlyas Galatasaray maraqlı hücuma çıxır. Burada Şaşamədlə bir-birlərini. Sakit burada topa çox riskli idi. Pünhan topa çatsaydı qapı ilə baş-başa qalacaq idi, amma vaxtı gətirdi Galatasarayın. Out Beşiktaşın Emin Osman ötürdü. Mehdi girdi araya. Hamid solda, Hüseyin sağda, Faiq var. Faiq ilə oynayır. Seyid topun qarşısını kəsir. Hüseyin top alabildi mi deyə baxıram. Out Beşiktaşın Emin dərhal hücuma çıxırlar Beşiktaş. Gözləmək yoxdur onlarda. Sakit Eminin bu zərbəsini qurtarır. Baş-başa qalmışdı Emin artıq qapısı ilə. Burada ikinci zərbəsindən Amid uzaqlaşdırır. Hüseyin Rəşid top saxladı. Bu dəqiqədə Rəşid qapıdan çıxıb artıq. İlyas Galatasaray küsünü olacaq. Mehdi topa yaxşı zərbə indirə bilmədi. Out. Turan qapıdadır artıq Beşiktaşda. Rəşidi görür. Rəşid sol cınaqla irəliləməyə çalışacaq. Yox, ötürür. Dəqiq deyil pas. Faiq buraxdı dərhal sağda. Amid saxlaya bilmədi. Out Beşiktaşın. Rəşiddən Turana. Turan yenidən Rəşidlə oynayır. Qısa paslarla irəliləyir Alçı Beşiktaş. Yine sağ sınağa Emin'i görür. Rəşid. İlyas topu aldı. Faiq. Rəşid araya girdi. Keçməyə çalışdı orada. En son top Amidə dəymişdi. Burada uzun pas. Sakit son anda save etdi. Sakit son anda qapıya gedən topu parmaqlarının ucuyla çıxartdı. Son anda Sakit. Seyid ikinci zərbəsini yeniləcək. Gəldi orada Emin. İlyas dolaşdı. Faiq. Faiq bir vücud çalımı. Emin'i geridə qoya bilir Faiq. Faiq zərbəsi Turan çıxartdı. Oxşar save etdi Sakit, amma top daha sürətli idi burada. Emin. Qarşısında Mehdi var. Emin çəkdi sağa. İlerləyir. Sıfıra qədər indi. Mehdidən çıxır top. İkinci zərbəsi olacaq. Bəh-bəh, nə qəşəng bayraq var orada. İkinci zərbəsini yenə Sədiyə itirir. Burada Pünhanın zərbəsi. Emin qaydan top. Sakit qapı. Dirək dibindən Sakit xilas edir qapısını qoldan. Uzaqda Rəşid var, görürük burada. Ruslan top gözləyir. Hüseyin topu alır. Dərhal hücuma çıxır. Tək dama. 3 nəfər də orada Beşiktaşlılar. Sağda Rəşid. Qarşısında Faiq var. Rəşid Faiq dolaşdırır. Pünhan topa ən yaxındır. Out Beşiktaşın. Rəşid ilə oynayır dərhal. Amid top alabilir. Faiq ilə oynayır. Faiq. Mehdi. Hüseyin'e ötürmək istədi, olmadı. Hüseyin. Faiq. Sakit ilə oynayır. Sakit bir sevirildi. Pasını ötürdü. Mehdi üstü, daha doğrusu Amid istiqamətini. Amid top alabilir mi? Planı alır. Arkasını çönür. Zərbə mövqeyinə gəlir. Zərbəsi out. Oyunu devam ettirmək istəyirdi burada oyuncular, amma top sıxmışdı. Üçüncü zərbəsi iddiaları da var. Görək nə qərar qəbul olunacaq. Devam edirik. Pünhan. Hüseyin var. Hüseyin topu rahat alır ondan. Mehdi solda, ortada Amid'e bırakır. Sağda Hüseyin var. Onu görür. Hüseyin ortaya meyillənir. Mehdi boşda, onu ötürdü. Mehdi zərbəsi out mu, üçüncü zərbəsi mi deyə baxıram. Out. Daha doğrusu ikinci zərbəsi Galatasaray'a yeniləcək. Amid yeniləcək. 3 nəfər Galatasaraylılar gəlib. Arkada sadəcə İlyas və Sakit qalıb. Seyid topu soxladı. Çox soyuqqanlı. Pünhan gedir, onu gördü, amma bunu görən tək Pünhan deyildi. Hüseyin də görmüşdü. Amidin pası. Faiq gəlişinə vurdu. Solaxay vurdu. Və gol. 1-1 hesab bərabərləşir maçın 10-cu dəqiqəsində.
başlayırlar Beşiktaşlar. Rəşid oyundan əvvəl ağrıları var idi, bəlli etmişdi bunu. Zamin olaraq gəlmişdi Beşiktaşa. Daha doğrusu qapıda qalmaq istəyirdi, amma şərait elə gətirdi ki, oynamaq məcburiyyətinə qaldı. Rəşid top birdən-birə qarşısına qaldı. Rəşid pasını ötürdü. Turan qarşısında Amid var. Turan, Amid burada bir qarma qarşılıq. Out. Beşiktaşın. Rəşid Turanla oynadı. Turan çevirdi. Amid çox yaxşı oynayır burada. Üçüncü zərbəsi Beşiktaşın. Seyid gəlmək istədi. Turan dedi məncədir. Emin'in zərbəsi saati uçtu ama out. Emin'in zərbəsi qapının üstündən keçdi. Cızırtılar başımız verimizi xarab elədi. İlyas Turan'ı geride qoymaq istəyir. Seyid topu itirir İlyas. Seyid solda görür Turan'ı Sakit uçtu tuttu. Ah da pozmusun örümcek misin Sakit. Mert. Seyid 3-cü zərbəsi yeni sezək. Pasını verdi. Emin'in zərbəsi burada. Faik ve İlyas Sakit'in görüşünü bağlayırdı diye görmədi topu. Görəndə çox gec idi. Bu seyvdən sonra bu gol yarışmadı. Golu Emin attı deyəsən maçın 12-ci dəqiqəsində. Hesab 2-1 oldu. Qapıdan zərbəni Beşiktaş yenilsizdə ki, Turan qapıdadır yenə. Pasını ötürdü Seyidə. Seyid saxlaya biləcəyimi saxlayır. Hətta çönür. Burada Rəşidlə birini başa düşmədilər, amma hücum davam edəcək. Dediyim anda out. Out Galatasaray'ın. İlyas'a değil Sakit'e ötürür. Sakit'in pası Mehdi'ye. Rəşid vardı qarşısında. Arkaya doğru meyilləndi. Pasını ötürdü Hüseyin. İlyas. Amid ve Faik var. İlyas özü zərbə indirməyə qərarına oldu. Burada rikoşet de var. Top qapıya gedir. Maçın 13-cü dəqiqəsində hesab 2-2 olur. Üçüncü dəqiqədə hesab yenidən bərabərləşir. Havanın istiliyini nəzərə alarsak, bu dəqiqələrdə artıq oyuncuların hərarəti artmışdı və yorğunçuluq özünü göstərirdi. Seyid burada nə düşünəcək Sehirbaz. Wow. Hüseyin topu aldı. Seyid qaçır dalayıcan. Hüseyin pasını ötürdü. Ruslan girdi araya. 3-cü zərbəsi. Hüseyin pası Amid'e gəlişinə vurdu. Amid Emin'dən yenidən 3-cü zərbəsi. Hüseyin Pünhan baxır orada çevrə kontrol. Pünhan aldı topu. Sakit gəldi çıxartdı. Pünhan qəşəng mövqe boşluq tapmışdı qarşısında, amma Sakit o boşluğu dərhal bağladı. Burada 50 oyun var idi səhv eləmirəmsə. Epizodun əvvəlində cərimə zərbəsini Amid və Faik var orada. Amid gəlir, üstündən tullanır. Faiqin zərbəsi qapının kənarına. Topa toxunuş da var imiş. 3-cü zərbəsi yenidən olacaq. Bizimkilər geri qayıdır. Hücuma gəlin qardaşlar. Faik Mehdi ilə oynayır. Mehdinin saxlaya bilmir topu, itirirlər. Rəşid dərhal sağ-sağa. İlyas burada müdafiə edir. Amid İlyas sağ sınavda Hüseyin de oynuyor. Seyid topu rahat alır. Hücum ustası Beşiktaş'ın. Seyid'in zərbəsi İlyas. Blok. Turan. Topu. Out Galatasaray'ın. Faik. Amid. Sağda Hüseyin. Mərkəzdə Mehdi var. Sağda Hüseyin ilerledi. Ötürmək olar ona. Ötürür. Hüseyin'in zərbəsi qəşəng. Heç kim görmürdü Hüseyin'i. Seyid bağlamalıydı onu. Hal-hazırda komanda yoldaşlarını yalandan günahlandırır, amma 15-ci dəqiqədə Hüseyin'in qolu və hesab 3-2 olur. Rəşdə buraxır topu. Beşiktaş sürətli hücum etmək istəyir. Hüseyin
Out Beşiktaş'ın. Rəşid ilə Hüseyin burada nəyə saydığını gətirməyə çalışırlar. Pünhan, Rəşid, zərbə Faiqdən. Out Beşiktaş'ın. Pünhan bırakır, Rəşid yenə Faiqdən çıxır top. Out. Rəşidin pası Pünhan, qarşısında İlyas var. Pünhan çevrildi, qapını gördü, sola çəkdi, Rəşidə bıraxdı. Rəşid, Pünhan, qarşısında Hüseyin var. Amid uzaqlaşdırdı. Rəşid, Səyid, Rəşidlə oynamışdı. Rəşidin zərbəsi qapıdan ala keçdi. Sakit Hüseyin'le oynuyor. Sağda karşısında 2 nəfər var Hüseyin'in. Solda İlyas'la oynuyor. Bu dəqiqələrdə Beşiktaş Galatasarayı öndə 3 nəfərlə qarşılayır. Müdafiədə 2 nəfər Səyid və Ruslan. Qapıda isə Turan mübarizə aparır. Turan uzun oynadı. Hüseyin qarşıladı burada kəllə ilə. İndi Rəşid. Rəşid çəkdi soluna. Rəşid zərbə edəcək və saxlaya bilmir burada topu. Amid başlayır. Sakitlə oynayır. Emin pressingi var. Bastı pressingidir. Sakitin zərbəsini Ruslan qaytarır. Qapıya gedir top. Sakit saxlaya bilərdi deyə düşünür. Rəşidin zərbəsi çox bərk oldu. Sonsuz döngü oldu. Qapıdan zərbə yenidən Galatasaray yerinə çəkəcək. Bu dəqiqələrdə biraz sıxıcı oyun gedir. Sakit Faiqlə oynayır. İlyas'ı gördü o da. İlyas solla ilerleyir. Karşısında Ruslan ayağı sürüştü. İlyas burada beyniyle ürəyi çelişir deyə bilərik. Pünhan sağda topladı. Karşısında 2 nəfər var. Hüseyin keçid imkan vermir. Pünhan pasını ötürdü. Faiq qarşılaya bildi mi? Bəli, qapısı ilə oynadı. Sakit. İlyas'la oynamağı düşündü Sakit. Top ikisi yoktu. Mehdi hücum devam edir. İlerlemeyi lazımdı deyə gördüm mən. Görək Rəşid bəy nəyə etiraz edir yenə. Out Beşiktaş'ın oldu. Emin, Pünhan, Hüseyin qarşılayır. Faiqdə də top. Hücum devam edəcək. Faiq Mehdi ilə oynayır. Sağda Amir, mərkəzdə Faiq var. Mehdi 2 zərbədə qol tapır maçın 18-ci dəqiqəsində. Birinci zərbəsi qapıdan geri qayıtdı amma İkinci zərbəsində çox rahat vurur. 18-ci dəqiqədə hesab 4-2 olur. Mehdinin qoluyla. Maça yenidən başladı Beşiktaşlılar. Səyid irəliləyir. Sağda Emin. Dəqiqədə Turan'ı oyunda görürük. Eminin zərbəsi qapıdan ala keçir. Turan oyuna qayıtdı. Turan, Rəşid, Emin hücumda, Səyid və Pünhan müdafiədə mübarizə aparır. Bu dəqiqələrdə səhv eləmirəmsə. Xeyr, Pünhan qapıda və bu nə idi? Bu nə idi? Hüseyinin zərbəsi. Hüseyin qapını yoxlayır və kol olur. Öz qapısından yoxladı Hüseyin maçın 19-cu dəqiqəsində. Hüseyin hesabı 5-2'dir. Orada Beşiktaş'a yenilmeye Sakit dirəkdən qayıtdı. Sakit qaydan topa. Qaydan topu xilas etdi. Turan zərbə indirmişdi. Bu dəqiqələrdə sürət artdı. Mən çatdıramıram sürətə. Səyidin zərbəsi yenə Sakit xilas etdi mi deyə baxıram. Xeyr, out. Oyun birdən-birə sürətləndi. Hüseyin topladı. Özünün ikinci komandasının 5-ci golunu attı. İndi Mehdi'ye ötürdü. Mehdi çöndü. Pasını verdi. Faiqin zərbəsi və gol. 20-ci dəqiqədə Faiq hesabı yenidən artırır. 6-2 oldu. Hesab arasındakı fərq 4 topa çıxdı. Beşiktaş buradan qayıda biləcəkmi? Emin irəliləyir. Faiq topa vurur. Topa mı vurur? Emindən çıxıb. Bəli. Ştraf. Bəli. Qayda pozuntusunu olduğuna dair
iradı var idi. Faik dedi ver qayda pozisiyonu yerinə yetirsinlər. Rəşid yeniləcək. Turanla oynayır. Turan söndü. Amid ve İlyas var. Zərbəsi Sakitdə qaldı. Sakit pasını ötürdü. Dəqiq deyil Rəşid. Vurdu. Qapıdan azca üstündən keçdi. Qapıdan zərbə. Hüseynin uzun pası Mehdi istiqamətinə. Mehdi topu saxlaya bildi mi deyə baxıram. Bəli. Çıxmayıb da oynamaq lazımdır. Sağda Amid gedir. Arxaya İlyasa buraxmaq istədi. İlyas topu ala biləcəkmi? Xeyr. Ruslan yaxşı oynadı. Rəşid. Pas ötürməyə adam axtarır Rəşid. Tapa bilmirlər ki, qarşısında Amid və Mehdi var. Pasını ötürdü indi Emin. Emin çəki sağına irəlilədi. Zərbəsi İlyasdan qayıtdı. İndi Mehdi irəliləyəcək. Səid qarşısını kəsir. Faik hücuma davam edir. Mehdi, Faik ikisi hücuma çıxmaq istədilər. Pünhan topun sahibidir. Pünhan özü atdı qabağını irəliləməyə çalışacaq. Özü zərbə indirdi mi? Bəli. Qapıdan hava keçir top. Sakit. Tələsmir. Hüseynə bıraxdı topu. Hüseyn mərkəzdən Mehdini gördü. Səid çatdı topa. Amid topu ondan aldı. Out. Beşiktaş'ın. Ruslan. Rəşid söndü. Sürətli bir dönüş oldu. 4 nəfər qalsaydı ətrafında Faik aldı topu. Səid ilə mübarizə aparır. İndi Emin ilə və Rəşid ilə möhtəşəm çıxır 3 nəfər nəvazisindən Faik. Zərbəsini indirdi orada. Eminə dəyir top. Emin topu çıxardır. 3 nəfər hadəsindən çıxaraq hücuma davam etdi Faik. Gün zərbəsinin yerini sezək. Beşiktaş tam heyətlə müdafiədədir. Burada Turan fasiləyə ehtiyac olduğunu bildirdi. Eyni anda Galatasaraydan da İlyas kənara çıxdı. 5 dəqiqəlik fasiləyə çıxacaqlar. 5-in 5-ə mübarizə aparacaq hələ ki komandalar. Faik pasını ötürdü. Səid qarşıladı. Hüseynin top. Yox, Sakitə gəldi. Sakitin zərbəsi qapıdan aralı keçdi. Rəşid pasını verdi. Sakitə qədər gəlir top. Sakitin nəzarətində out. Hüseyn. Yaxında Amid var. Hücumda Faik və Mehdi var. Sakitlə oynayır. Sakit pasını verdi. Biraz pis oldu ama Faik'e gəlib çatır top. Hüseyn Emin'i geridə qoydu. Qarşısında Ruslan vardı. Amidlə oynadı. Bir divar pası. Hüseynin 2 cm qabağında qalır top. Hüseyn çata bilmir bəli topa. Bəli. Rəşid. Amid çata bilmədi. Səid qapısı ilə baş-başa qala bilər. Səid Amid çatdı bu sefer. Mehdi topu alır ondan. Qayda pozuntusu var mı deyə baxdı. Bəli, qayda pozuntusu Galatasaray lehinə. O stadion zırtısı başımızı xarab elədi. Faik ehmalca buraxdı Amidə. Amid pasını verdi mərkəzə. Faik gerisində qaldı top, amma saxlaya bilir. Zərbəsini endirir. Top dirəkdən qayıdır. Burada Amid ilə Rəşid toqquşur. Topa müdaxilə etmək istəyirdi Amid. Rəşid gəldi və zərbə Rəşidin belinə dəydi. Qayda pozuntusu olacaq. Bəli, qayda pozuntusu yeniləcək. Rəşid Pünhanla oynayır. Pünhan dərhal hücuma çıxmaq istəyir Beşiktaş. Bir an öncə top hesab alsın ki, fərqi əritməyə çalışırlar. Emin, Pünhan, Səid açılıb top istəməlidir. Çox yaxınındadır. Amid, Rəsul gəldi çat topa. Daha doğrusu Ruslan və Eminin zərbəsini Sakit qapısını yenə Real qoldan xilas edir. Gün zərbəsini Pünhan. Səid, Pünhan topu özündə saxlamaq istəyirdi, amma Amid topu aldı. Top kimdən mi çıxmışdı? Başımızın gözümüzün sədəqəsi verdi Beşiktaşa. Pünhan Emin'i ötürdü. Emin zərbəsini indirdi. Out. Sakit Mehdi ilə oynayır. Bu dəqiqədə Mehdi müdafiəsinə kömək eləməyə qayıdıb. Hüseyn, Amid qarşısında 3 Beşiktaşlı var. Solda Faik var. Onu görür. Faik
Yine Amid'le oynuyor. Zərbə mövqeyini asıldı. Qarşısını bağladılar. Hüseyin'i gördü. Hüseyin çəkdi sağına. Verdi Faiqə. Geddi var pası. Olmadı. Pinhan qarşıladı. İndir. Ruslanla bir də Beşiktaş əksumı. Seyid. Solda Emin var. Eminə buraxdı. Emin otistik kimi oynayır toplar. Topu bırakır Amidə deyir. Gələ. Çıxart topu. Pinhan. Emin. Emin qarşısında Amid var. Pasını verdi Səyidə. Seyid çəkdi. Vurdu. Sakitdən çıxdı. Bunu necə çıxartdı deyə etirazları var Seyidin. Rəşidin zərbəsi yenə sakit. Muslera deyə bağırır. Üstünə gələn topu çıxardan sakit. Rəşid. Turan. Solda Emin var. Zərbə indirməyə qərar aldı. Faiqə dəyir top. Ruslan. Qapıcı yəqin ki burada Turandır. Bəli, Turandır. Rəşid. Emin boşladı. Pünhan var mərkəzdə. Özü irəliləyir. Səyidi görür. Hüseyin qarşılayır. Sakit. Nə olub? Pas vermək istədi. Top Beşiktaşda qaldı. Pünhan. Qapıya burada sakit seyv etmək istədi. Out gedən topa. Emin. Rəşid. Zərbə. Qapıya paralel gedir. Out Galatasaray. Maçın 26 dəqiqəsini geridə qoymuşuq. Faiq topladı. Hesab 6-2-dir. Ruslan blok. Emin. Hüseyin'i geridə qoydu. Zərbəsini indirdi. Faiq qarşıladı. Turan uzun oynadı. Pünhan saxladı topu. Çöndü. Qarşısında Hüseyin var. Pünhan topla oynayır. Keçdi Hüseyin'i. Sakit. Burada qarma qarşılıq ama top Hüseyin'də də axırda. Pünhan topu out'a vurdu. Sakit. Gün düşür bəli gözünə və burada çaşdırır Rəşidlə mübarizəsi out. Üzr istəyir komanda başlarından. Hüseyin müdafiədə riskli hərəkətlər, çox soyuqqanlı. Amid Rəşidi kəsə bildi mi? Emin də keçdi. Gücüm davam edir. Verdi Mehdiyə. Mehdi söndü soluna, vurdu out. Qəşəng çıxdı Galatasaray müdafiədən Hüseyin və Amidin mübarizəsi. Emin. Amid var qarşısında. Pünhanla oynadı. Çöndü. Amid. Hər bir fərdi yaxşı oynayır Galatasarayın bu dəqiqələrdə. Rəşidin zərbəsi yenə dəqiq deyildi. Sakit Hüseyin. Hüseyin pas ötürür. Qapıya getdi. Top Turan saxladı. Uzun oynadı. Pünhanla sakit buradan biraz aparıb. Pünhan. İlyas buraxdı Rəşid. Hüseyin qarşısını kəsdi. İndi Pünhan. İlyası gerdə qoydu. Pünhan gedir. 2 nəfər var ətrafında. Pünhan çöndü. Faiq qarşıladı. Kün zərbəsi alacaq. Kün zərbəsi yenə təzək. 4 nəfər gəldilər. Emin zərbə indirənmədi. Rəşidə gəlir top. Rəşidin zərbəsi Hüseyin. Bağlıydı. Oynamaq lazımdı. Heç kim niyə oynamırsınız? Emin. Amid bloklayır. Seyid. Oyun davam edir. Zərbəsi uzaq. Qapıya uzaq gedir top. Qapıdan zərbə yenə təzək. Dəqiqədə oyun tempi düşdü. Faiq, İlyas, divar pası Faiqə. Faiq zərbə indirməyi düşündü. Kün zərbəsi. 4 nəfərdilər. Orada arkada sadəcə Hüseyin və sakit var. Pasını ötürdü Amid. Nəyi gözləyirik? Söhbət edirlər orada. Faiq topun üstüne oturub inşallah top partlamaz. Yox, salamatçılıq oldu. Axır ki oyun başladı. Hüseyinə gəlir top. O da bıraxır onun nəzarətində. Out Galatasaray.
Sakit. Uzaq oynuyor. Ruslan qarşılayır. Seyit. Seyit solda Pünhan var, onu görür. Amit çatacaq mı? Çata bilmir. Pünhan zərbə indirəcək mi? Amit çatdı. Qayda pozuntusu varmı? Hamı dayanıb baxır. Rəşid zərbəni indirir. 31-ci dəqiqədə Rəşidin qolu. Hesab 6-3 olur. Burada yenə söhbətlər gedir. Axırda yəni qeydə alınır ki, hücum davam edir. Top Rəşiddə də avantaj qaydası var və qol qeydə alınır təbii ki. Rəşid bir qol vurub deyə qırğın müsibət çıxardır, amma qol qeydə alınıb. Rəşid rahatlaş. Hələ də davam edir. Sən alır, get Pünhanı knopkaya bas, 3 olsun. Rəşid rahatlaşa bilər. Galatasaray yenidən başlayır oyuna. Hüseyin Sakitə bıraxır. Faik Krayda Amid Emin Rəşid Amid çatacaqmı? Çatır. Out Beşiktaş üçün. Maçın yarısından çoxu geridə qalıb. Out'u Rəşid yönetirir. Emin gəldi köməyə Rəşidə. Rəşid yaxşı kontrol edə bilməyəndə Amid topu uzaqlaşdırır. Top Beşiktaş oyunçusuna dəymişdi. Out Galatasarayındır. Faik Mehdi Amidlə eyni qırayda olanda qarışdırdılar, çaşdırdılar bir-birlərini. Turan qapıdan zərbəni yerinə yetirəcək. Yaxınlığında Emin var. Özü gedir. Pasını ötürdü. Hüseyin qarşıdı. Faik Mehdi Hüseyin Emin Amid pressing etdi ona. Orada Seyidin pası sürətli alındı. Pünhan arkada qaldı bir addım. Burada nə baş verir? Gözüm yayındı, birdən-birə Beşiktaş hücuma çıxıyordum. Pünhanın zərbəsi al. Qapıdan zərbə. Hüseyinlə oynayır Sakit. Faik divar pası olur sanki orada. Amidə bırakır. Faik zərbəsi qəşəng keçmişdi əslində orada, amma zərbəsi qapını dirəyi yalayıb keçir rəsmən. Üçün zərbəsi Amid. Arxa dirəkdə Hüseyin var. Faiqin kəlləsi qapının azı üstündən keçir. Hesab 6-3 maçın 34-cü dəqiqəsində Emin bütün stadionu keçmək fikri var idi. Əlbəttə ki, Mehdiyə ilişir. Faiq çata bilərdimi deyə düşünürük. Hər halda yorğunçuluq və isti burada mane olur futbolçulara qaçmağa. Rəşid solda Pünhan gəldi, yaxın Sakit yenə xilas edir qapısını. Emin zərbə mövqeyi zərbəsi out. Yenə Sakit, hər halda bugün 6-cı seyvidir Sakitin qapıda. Günün gözünü çıxartdığını nəzərə alarsa üstünə gələn topları belə seyv etmək istəsindir. Burada məsələn Pünhan Hüseyin uzun oynuyor. Turan qarşılayır. Out Galatasarayın dərhal oynamaq lazımdır. Mehdi Amidə görür. Amid Rəşidi geridə qoyur. Amid Faik var. Rəşid qarşılayır. Out Galatasarayın. İlyas Hüseyin Rəşid var qarşısında. Hüseyin geridə qoyur rəqibini. Mehdidən Amidə. Amid zərbə mövqeyi. Amidin zərbəsi out. Turan o da uzun oynuyor. Mehdi qarşılayır. Amid topu yerə salır. Pünhandan əvvəl Mehdiyə ötürür. İlyas topu yaxşı ram edə bilmir. Out Beşiktaşın. Seyid pasını ötürdü. İlyas burada blok. Hüseyinlə oynuyor. İlyas
Mehdi var yaxında. Mehdi topa hərəkətlənmir. Out Beşiktaşın. Emin Turanla oynayır. Turan qapıdan çıxdı. Hücuma köməyə gedir Pünhan. Hüseyin var qarşısında. Qapı boşdur Beşiktaşda. Turan. Topla çox oynayırlar. Kün zərbəsi. Mehdi qarşısını kəsir topa. Seyid Rəşidin zərbəsi out. İlyas Faik İlyas'ın oyunu sattığı dəqiqələr. Emin qarpız sesir sanki topu şapballadır, ala ötürüdə topu. Rəşid keçə bilmir rəqibini. Şükür Allah pas verə bildi, o da səhv. İlyas hop Faik, hətta stadionda da eyni reaksiya vermişdim, hop diye. Mehdi İlyas istiqamətinə. İlyas saxlaya bilir topu. Hücum sırası Galatasarayda. Amid out. Galatasaray'ın Amid İlyas'la oynuyor. Karşısında Seyid var. Hüseyin. Beşiktaş'ı müdafiəyə sıxıb Galatasaray. Mehdi zərbə mövqeyi. Mehdi'nin pası Hüseyin'e. Hüseyin'in pası Faik. Burada Ruslan komandasını xilas etməyə çalışırdı, amma qayıdan topa heç nə edə bilmir. Faik maçın 37-ci dəqiqəsində özünün 3-cü, komandasının 7-ci qolunu atır. Bu adam hər bu poliyə Galatasaray formasıyla gələndə hat-trick edir. Rəşid dərhal başlayır. Boş qapıya belə vura bilməyən Rəşid. Hüseyin Sakit bu dəqiqələrdə oyuna çıxdı. Axırda dilə gəldi, gördü oyuncularından heç kim gəlmək istəmir. Sakitin pası ilk pasındaca səhv edir. Out Beşiktaşın. Seyidin pası Sakit qarşılayır. Mehdi solda. Amidin zərbəsi maçın 38-ci dəqiqəsində. Amid də fərqlənir. Arda qollar. Yenidən mərkəzə başlayır Beşiktaşlar. Pünhan irəliləyir, Faiki geridə qoymağa çalışır. Seyid boşda ötürə bilər. Rəşidlə oynayır. Rəşid söndü, Emini gördü, amma ötürmədi. Pünhan zərbə mövqeyi. Pünhanın zərbəsi İlyas. Qaydan topa Emin çox bərk oldu da. Sakit. Sınağı dəyişir, Hüseyinlə oynayır. Yenidən özünü göstərir. Topu aldı mı? Rəşiddən geri almağa çalışdı. Hüseyin qarşıda. Galatasarayda qalır top. Amid Sakit top istəyir. Ötürmədi. Out. Sakit etirazını da bildirdi orada. Boşdaydım deyir. Rəşid top çıxmayıb, oynamaq lazımdır. Rəşidin pası Sakit qarşılayır. Dərhal oynayır. Mehdi ilə. Mehdi zərbə mövqeyinə çıxır, pas ötürür. Amid pasını verdi. Faik yenə kəllə out. Faik kupon yazmışdı, kəllə qol olacaq deyə. Artıq 3-cü cəhdidir deyəsən kəllə olaraq. Hüseyin Faik yaxınlaşdı, Sakitlə oynadı. Sakitdən Amidə. Taban pası cəhdi olmadı. Amiddən Faikə. Faik zərbə mövqeyi, bir zərbə və qol. 40-cı dəqiqə poker. Faik zərbəyə açılsa təbii ki qabağına dura olmayacaq. Seyid nəyə etiraz edirsən? Emində o duh var ki Faikin zərbəsi qabağına gəlsin. Rəşid ötəcə adam tapmır. Pünhan açıldı. İndi Pünhanı ötürür.
Hüseyin Messi pressingi kimi orada dayanıb. Emin burada Sakitə mi dəydi? Kimə dəydi top? Sakit ayağını tutur. Bəli, bu epizoddan sonra gol olsun deyəcəm sizə. Rəşid asıldı, zərbəsini vurdu, bəli, gol. Bu epizoddan sonra pasla dəyişmə otağında Eminlə müzakirə apardıq. Dedim, Emin razısan da, yəni orada mənim ayağıma qoydun. Hətta ondan sonra üstsüz gedib 2-cü zərbəsi yenirdin. Hə demişdi. Yəni normal şərtlər arasında burada qayda pozuntusu olmalıdır. 2-cü zərbəsi və gol. Maçın 41-ci dəqiqəsində Rəşid yenidən fərqlənir. Hesab arasında ki, fərqi 5 topa indirir. Faiq rəqiblərini bir geridə qoyur. Ruslan topu çıxardır. 3-cü zərbəsi Faiq yerinə itirəcək. Hüseyin Mehdi mərkəzdə, Hüseyin arxa dirəkdə, ona gəlir top. Hüseyin zərbəsi yavaş oldu. Rəşid Eminin oyundakı maksimum töhfəsi bu topu 3-cü zərbədən yox, 2-cüdən zərbədən yerinə itirməsinə nail oldu. Hüseynin pası Sakit gəlişinə vurdu. Turan çıxartdı. İkinci-üçüncü zərbəsi olacaq. Hüseyin yenə itirəcək. 4 nəfərlə rəqib zərbə meydançasındadılar. Faiq yenə kəllə out. Turan qapıdadır. Sağda Emin, solda Seyid var. Seyidlə oynayır. Pası Rəşid ram edə bilmir topu. Sakit çox çətin vəziyyətdə olan Hüseyini ötürdü. Yaxşı çıxdı Hüseyin. Amid pası uzaqlaşdırdı sadəcə Amid. Arxaya oynaya bilərdi, amma ebi yox. Amid topu girib alabilir, amma Turan çox kritik bir həmlə ilə topu alır. Mehdi qapı boşdur, oynamaq lazımdır. Amid qapıya vursa bəlkə də qol idi. İlyas Emin topu aldı. Hüseyin qarşıladı. Qapıdan zərbə. Son 10 dəqiqə maçın bitiminə Amid, Sakit, Hüseyin irəlilədi, köşdü rəqiblərini. Çox yaxşı keçmişdi, amma qapısını kəsə bilmədik. Sakit alt özü yerinə itəcək. Pası ötürdü, dəqiqdimi? Bəli, Mehdiyə ünvanlanır top. Faiq, solda İlyas var. İlyas zərbə mövqeyi, zərbə indirəcəkmi? Bəli. Yenə İlyasın oyunu satdığı anlar deyib susuran millət. Qapıya vurmur burada qaydan topu. Geri qayıtmağa çalışan Sakitin ayaqlarının arasından qapıya indirir Rəşid. Maçın 43-cü dəqiqəsi. Rəşidli 3 qol atıb. Birində sağ olsun Qalatasaray müdafiəçiləri oynamırdılar. Qayda pozulan oyuncuya baxırlar. Birində Sakitə qarşı qayda pozulmuşdu, üçüncüsü belə. Rəşidin zərbəsi Sakit burada topa baxır, topu burada götürür və mal kimi elə bilir ki, orada zərbə meydançası sürətlə başlayırlar. Emin zərbə indirəmir. İlyas yaxşı saxlayır. Faiq saxlaya biləcəkmi? Aldı, bəli, Emini keçdir. Ruslanı da keçirir az qala. Pünhan, Turan, Amid var qarşısında, alacaq mı topu? Out, Galatasarayın dərhal başlamaq lazımdır. İmkan vermir Turan. Amid orada Faiqlə oynayır. Hüseyin topu itirir. Sakit qarşılayır topu. Pünhan, Turanın pası qəşəng ötürdü Rəşidə. Rəşid qarşısında Hüseyin var. İkili mübarizə. Rəşid Eminlə oynayır. Pünhanı görmək istədi yəqin ki, Rəşid girir, topu alır. Emin zərbə mövqeyi, pasını ötürür. Rəşid, Sakit tək-bətək mübarizədə Sakit yenə qapısını qoldan xilas edir. Rəşidin pası Seyid, Amidlə baş-başa mübarizə. Seyid çönə biləcəkmi? Xeyr, Amid topladır, rahat oynaya bilər burada. İlyas buraxır, çox qəşəng bədən çalımı. Sabri Sarıoğlu etmişdi vaxtında. Hüseyin sağda Faiq var, onu görür. Sağdan Amid irəliləyir. Solda Mehdi var. Mehdini görür Faiq. Mehdi pas. Pünhan girir topa. Faiqə dəyir top. Hücum davam edəcək. Faiq saxlayır. Çox rahat. 5-ci gol 45-ci dəqiqədə.
Faiq özünün 5-ci, komandasının 10-cu qolunu atır. Rəşid dərhal qapıya sınadı. Sakit burada başı ilə çıxartdı topu. 3-cü zərbəsi Emin. Səid. Rəşid var mərkəzdə. Rəşid zərbə. Qapıdan zərbə. Oturmadı ayağına top. Son 7 dəqiqə maçın bitiminə. Mehdi qapıdadır. Bu dəqiqələrdə solda İlyasla oynayır. Müdafiədə Sakit. Sağda Hüseyin var. Hüseyinlə oynayır. Qarşısında Rəşid. Pasını ötürdü Amidə. Yox, Faiqə daha doğrusu üzr istəyirəm. Faiq Pünhanı geridə qoyur. Solda Amid var, onu görə bilər. Pasını ötürdü. Sakit topa toxunmasaydı Amid çox rahat idi. Səid 3 nəfər gəliblər, 3-2 gəliblər. Qalsayla gəlib satdılar. Rəşid indi 4-3 oldular. Rəşidin zərbəsi Hüseyin və Mehdi. Hop. Çox yaxın keçdi. Qapıdan zərbə olacaq. Pünhan, gəl deyirlər ona. Pünhanın zərbəsi Mehdi üçün çox rahat top. Amid Hüseyinlə oynayır. Mehdi, Sakit, yavaş qaldı topu, amma Emin sağ olsun sığortalayır Sakit'i. Hüseyin biraz bərk top oldu, amma Hüseyin saxlaya bildi. Faiq var, arkasında Sakit var. İlyas'ın top oyunu sattığı anlar devam edir. Sakit burada Rəşidə gələn topu havada kəsir. Out, Emin çəkdi sağına, zərbə mövqeyi, zərbəsini indirdi, Mehdi çıxartdı. Hücum devam edəcək. Amid, Səid bir damız aşağı olsaydı qol olacaq idi. Səid gələn dəfə inşallah. Mehdi kimə ötürəcək? Solda Hüseyin boşdu. Sakitlə oynayır. Sakit Hüseyin ötürür. Mehdi müdafiədə paslaşdı. Qalatasaraylılar. Faiq özü irəliləyəcək. Ruslan var qarşısında. Top arxasına qaldı. Sakit topu saxladı. Burada Emin'in Sakitə şiddətini görürük. Sakit Emin şiddətə devam edir. Faiq orada mübarizə aparır 2 nəfərlə. Out Qalatasarayın. Amid Sakitlə oynayır. Sakit çəkdi sağına. Emin topa yox, Sakitə girir. Və oyun devam edir. Rəşid. Səid zərbə. Mehdi çıxardır topu. 3-1 gəlmişdi Beşiktaşlılar. İndi Səid. Pünhan. Çöndü zərbə mövqeyi. Pünhanın zərbəsi Mehdi qapısını qoldan xilas edir. Maçın 49 dəqiqəsi 2-cü zərbəsi Pünhan. Qarşısında Amid var. Mehdi xilas etdi qapısını. Faiq top Beşiktaşlardan çıxır. İlyas. Faiq. Sakit. Sağda Hüseyin var. Onun açılmağını gözlədi. Açılmayanda qapısı ilə oynadı Mehdi ilə. Mehdi Saidi keçdi, amma out. Rəşidə gələn top Sakit qarşılayır. Emin. Səid qol pozisiyası. Səid pas versə qol ola bilər. Səidin pası. Amid qarşılayır. Hüseyin uzaqlaşdırır topu. Turan. Qarşısında Amid var. Turanın zərbəsi out. Maçın bitiminə son 3-4 dəqiqə qaldı. Qalatasaraylıların hücumu İlyas Amidə buraxdı. Amid qapısını keçmədən zərbə vursa qolu idi bəlkə də, amma işini çətinə saldı. Turan Amidlə mübarizə aparacaq. Pasını verdi Pünhan. Pünhan Turanla oynadı. Rəşidin qarşısına qalır top. Rəşid çatmadı topa. Sakit dərhal pasını ötürdü Amidə. Amid Ruslan var qarşısında. Faiqə verdi. Faiq yenə bir qol mu gəlir? Faiq Emin xilas etdi komandasını qoldan. Səidin pası Rəşid. İlyas imkan vermədi. Yaxşı oynadı müdafiədə. Qayda pozuntusu var mı deyə baxırıq. Yenə bu qayda pozuntusu söhbətlər gedir. Yenə heç kim oynamır. Niyə belə edirsiniz? Yaxşı. Görək.
Sakit verdi topu rəqibə. Pünhan. Pünhan pas. Turan, Amid qarşılayır. 3-cü zərbəsi olacaq. Oyunda böyük ehtimal son 3-cü zərbəsidir bu. Pünhan, Səid var, ötürə bilər Səidə. Ötürmür, özü oynayır. Pünhan qarşısında Amid var. Pasını Turan'a verdi. Turan, onun pası Faik. İlyas, son hücumlar. İlyas'tan Hüseyn'e. Hüseyin buraxdı İlyas'a və İlyas maçın 51-ci dəqiqəsində İlyas fərqlənir. Bu da 11-5 olur. Hesab. Artıq son dəqiqələr. Maçda son 2 dəqiqə qaldı. 1 dəqiqə yarım hətta. Pünhan'ın pası out. Beşiktaş'ın Pünhan. Beşiktaş hücumdadır. Qarşısında Amid var Pünhan'ın. Pasını verdi. Turan. Top Galatasaray'da qalır. Sakit uzaqlaşdırır. Faik çatmır topa ama Hüseyin'də top. Ruslan'a keçdi Hüseyin. Ama yox, top arxasında qaldı. Rəşid. Rəşidin pası Pünhan. Pünhan sakit xilas edir yenə qapısını. Dərhal çıxmaq lazımdır. Dərhal çıxmaq lazımdır. Beşiktaş'tan 2 nəfər qalsın, 1 nəfər yoxdur oyunda. Mehdi. Sağda Amid, solda Hüseyin. Hüseyinlə oynadı. Hüseyin Mehdi'yə buraxdı. Amid boş qapıya yollayır topu. 52-ci dəqiqə. Bu da maçdakı son gol olur. Amid'in golü. Galatasaray 12, Beşiktaş 5. Bütün Galatasaraylıları bu qələbə münasibətilə təbrik edirik. Galatasaray hər yerdə onsuz da böyük olduğunu sübut edib.